Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə feilin təsriflənməyən formaları haqqında izahlar barəsində danışmalıyıq. Deməli, ilk öncə təsriflənməyən forma nə deməkdir? Təsriflənməyən forma feildə şəxsə və kəlməyə görə dəyişmə olmadığı zaman bu onun təsriflənməyən forma olduğunu göstərir. Məsələn, bir söz götürək. Bir var ki, getdi ifadəsi. Getdi ifadəsini getdim, getdin, sən getdin mənasında, mən getdim mənasında və s. işlədə bilirəm. Yəni şəxsə görə dəyişə bilirəm. Lakin feilin bu olacaq onda təsriflənən feillər. Nə, ya bu formada yazıram, özünüz başa düşərsiniz. Lakin feilin təsriflənməyən formaları olan məsdər, feili, sifət, feili bağlamanı biz bu formada şəxsə görə və ya kəlməyə görə dəyişə bilmərik. İlk öncə nələrdir? Təsriflənən formalarda, təsriflənməyən formalarda nələr var, onlar haqqında danışaq. Deməli, təsriflənən feillər feilin qrammatik xüsusiyyətlərini daşıyır təkcə. Ondan sonra şəxsə və kəlməyə görə dəyişir, yalnız feili xəbər olur, tərkib əmələ gətirə bilmir, yalnız feilin suallarına cavab verir. Lakin təsriflənməyən feillər feillə yanaşı başqa bir ikinci nitq hissəsində də xüsusiyyətini daşıyır. Şəxsə və kəlməyə görə dəyişmir. Mübtəda, tamamlıq, təyin, zərflik, ismi xəbər vəzifələrində çıxış edə bilər. Tərkib əmələ gətirir, həm feilin, həm də digər nitq hissəsinin sualına cavab verir. Oxşar cəhəti nədir? Hər ikisinin də həm təsriflənən, həm təsriflənməyənin ortaq cəhəti nədir? Məzmununda hərəkət anlayışı var, təsdiq və inkarda olur, qrammatik məna növünə görə dəyişir. Hər ikisi də həm təsriflənən, həm təsriflənməyən qrammatik məna növünə görə dəyişə bilirlər. İlk öncə təsriflənməyən feillərdən birincisi olan məsdərdən başlayaq. Məsdərin digər formalarda, yəni adını çox eşidirdik bundan öncəki mövzularda, bəs özü nədir? Məsdər həm feilin, həm də ismin xüsusiyyətini daşıyır. İsmin, bir də feilin xüsusiyyətini daşıyacaq. Şəkilçisi maq iki cür şəkilçisidir və ma iki cür şəkilçisidir. Sonra feil kimi işləndiyi zaman nə etmək, nə olmaq kimi suallara cavab verir. Lakin isim kimi işləndiyi, yəni ismin xüsusiyyətini daşıdığı zaman nə sualına cavab verəcək. Bəs yaxşı, nələr var? Məsələrin feilə aid xüsusiyyətlərini deyək. Hərəkət bildirəcək, təsdiq və inkarda olacaq, qrammatik məna növündə olur, tərkib əmələ gətirir. Tərkibin nə olduğunu, gəlin mən bunun haqqında başdan danışım sizə. Tərkib nədirsə. Tərkib nədir? Tərkib verilən bu feilin təsriflənməyən formalarına məxsus olan bir xüsusiyyətdir. Özündən qabaq gələn sözləri özünə tabe edir və bir cümlə üzvü vəzifəsinə çıxış edir. Bu zaman olur tərkib. Məsələn, dərslərini yaxşı oxumaq. Yaxşı oxumaq vacibdir. Nədir? Vacibdir. Nə? Bax, artıq nə sualını verirəm və nə dərslərini yaxşı oxumaq. Oxumaq ifadəsi burada məsdərdir və məsdər özündən qabaq gələn yaxşı sözünün də dərslərini ifadəsini də özünə tabe edib və məsdər tərkibi yaratmışdır. Bizə də bunu sintaksisdə belə bir formula deyəcəklər ki, mübtədanın ifadə vasitəsi nədir? Biz burada məsdər sözünü yox, məsdər tərkibi ifadəsini götürdüyümüz zaman doğru fikir ortaya çıxacaq. Yaxşı, bu məsdərin feilə aid xüsusiyyətləri idi. Məsdərin ismə aid xüsusiyyətlərindən danışaq. Məsdərin ismə aid xüsusiyyəti nə sualına cavab verir? Mənsubiyyətə görə dəyişir, hallanır, ondan sonra qoşmalarla işlənə bilir, mübtəda tamamlıq zərflik vəzifəsinə çıxış edə bilir, ismi xəbər vəzifəsinə çıxış edə bilir və yalnız üçüncü şəxs təkinin xəbərli şəkilçisini qəbul edə bilir. Məsələn, qəbul olmaqdır ifadəsini qoyaq. Qəbul olmaqdır ifadəsində, baxın, burada artıq üçüncü şəxsin, təkinin xəbərli şəkilçisidir və məsdər sadəcə bunu qəbul edir. Digərlərini yox, sadəcə bunu qəbul edə bilər. Yaxşı, bəs normalda ma şəkilçisi, məsdərdə bayaq burada dedim ma şəkilçisi var deyə, o nə vaxt işlənir və necə işlənir, onu deyək. Ma iki cür deyə. Bilirsiniz necə olacaq bu? Məsdər əgər üçüncü şəxsin təkini mənsubiyyət şəkilçisi qəbul eləyərsə, o zaman işlənəcək. Məsələn, oxunması ifadəsi var.
Oxuması, onun oxuması. İfadəsi var. Burada ma məstər şəkilçisidir. S mənsubiyyət şəkilçisidir. Yəni məstər mənsubiyyət şəkilçisini, yəni üçüncü şəxsi qəbul etdiyi zaman, S şəkilçisini qəbul etdiyi zaman ma halına düşəcək. Maq ma olacaq. Başa düşdük? O zaman olur artıq həm ma şəkilçisi, həm də maq şəkilçisi. Yaxşı. İndi bir neçəsini deyək. Məstərin zərfli kimdə işlənən halı var dedik. Həm tam mübtəda kimi də, tamamlıq kimi də, ismi xəbər kimi də. Bu artıq ismi xüsusiyyətini daşıdığı zaman olacaq. Belə bir sual düşür bizə. Məstərin özünə məxsus, özünə aid olmayan sintaktik vəzifəsi nədir? Məstərə aid olmayan, bax yazıram. Aid olmayan sintaktik vəzifə. Sintaktik vəzifəsi təyin olmaqdır. Təyin olmaq onun özünə aid olmayan sintaktik vəzifəsidir. Bəs təyin kimi nə vaxt işlədilir? Məstərlə bir yerdə kimi, tək və təki bənzətmə qoşmaları işləndiyi zaman məstər təyin rolunda çıxış edir cümlədə. Məsələn, oxumaq kimi həvəsim var, məqsədim var. Oxumaq kimi vərdişi var, ya da belə yazaq, fərqi nədir? Vərdişi var. Nə var? Var. Nəyi var? Vərdişi var. Necə vərdişi var? Baxın, artıq necə sualına cavab verdi və təyin rolunda çıxış etdi. Məstər plus kimi bənzətmə qoşması işləndiyi üçün təyin vəzifəsində çıxış etmişdir. Sonra məstərin sintaktik və özünə aid olmayan sintaktik vəzifəsini dedik. Məstərin özünə aid olmayan morfoloji vəzifəsi isə onun cəmlənməsidir. Nədir? Cəmlənməsidir. Məsələn, necə? Oxumaqları ifadəsini qoyacam da. Məsələn, oxumaqları. Artıq burada cəmlənməni gördük. Artıq bu cəmlənmə buna aid olmayan morfoloji xüsusiyyətidir, vəzifəsidir. Bu formada götürürük. Yaxşı. Keçək indi feili sifətə. Feili sifət məstər kimi o da iki nitq səsinin xüsusiyyətini daşıyır. Bir var feilin xüsusiyyətini, bir də sifətin xüsusiyyətini daşıyır və olur feili sifət, belə deyək. Feili sifət feilə aid xüsusiyyətlərdə məstər kimi eynidir. Hərəkət bildirəcək, təsdiq inkarda olacaq, qrammatik məna növlərinə aid olur, tərkibi əmələ gətirir və bir başqa forması zaman mənası bildirir. Bunu diqqət yetirməliyik ki, zamana görə dəyişmir feili sifət. Sadəcə zaman mənası, zaman çaları bildirir. Yəni ifadə olunan fikir indiki zamanda, gələcək zamanda, keçmiş zamanda mənası verir. Amma o zamanda işlənmir. Sonra feilin sifətə aid olan xüsusiyyətləri bəs nədir? Feilin sifətə aid olan xüsusiyyəti həm sifət, həm də feili sifət əşyanın əlamətini bildirir. Necə, nə cür, hansı suallarına cavab verir, aid olduğu ismin əvvəlində gələcək, əsasən cümlədə təyin rolunda olur. Sonra ismi xüsusiyyətini daşıya bilir. Tərkib məsələsini də yenə burada da vurğuluyum və ora deyərəm, yəni. Dərslərini yaxşı oxuyan odur. Kimdir? Odur. Kim dərslərini yaxşı oxuyan. Burada artıq an, ən feili sifətimin şəkilçisidir. Hər iki sözü də özünə tabe etmişdir. İndi şəkilçilər haqqında danışacağam. Daha geniş məlumatınız olacaq. Yaxşı. Feili sifətin şəkilçiləri nədir? Feili sifətin şəkilçisi an 2 cür, mış 4 cür, dıq plus mənsubiyyət və ya bunu bu formada belə də verirlər. Daha çox bu halda qarşımıza çıxır. Dığım. Ondan sonra acaq şəkilçisi, acaq 2 cür, ası və malı. Ası 2 cür və malı 2 cür.
Aha. Burada nədir? İndi zaman çalarlarını deyə-deyə gedək. An indiki zamandır. Rəngi dəyişim daha rahat görək. İndiki zaman mənası verir. Mışla dıq keçmiş zaman məzmunu verir. Acaq ası malı isə gələcək zaman mənası verir. Bunları bu formada bilin. Yəni biz keçən dəfə feilin şəkillərini keçdiyimiz zaman mış, acaq, ası, malı şəkilçiləri haqqında danışmışdıq ki, bunları necə seçə bilirik feili sifətlə özündən? Qısaca nədir? Necə, nə cür, hansı sualına cavab verəcək? Məsələn nədir? Oxuyan şagird. Oxuyan şagird. Şəkilçimi görürəm. An şəkilçisini gördüm mən burada. Avtomatik sual verirəm. Hansı şagird? Hansı şagird? Oxuyan şagird. Olacaq feili sifət. Məsələn, mışı qoyaq. Oxunmuş əsər. Oxunmuş əsər. Hansı əsər? Mışı gördüm. Hansı əsər? Hansı sualına cavab verdi? Oldu feili sifət. Tık plus mənsubiyyət eyni qayda ilə. Acaq eyni. Məsələn, oxunacaq kitab. Hansı kitab? Oxunacaq kitab. Ası, oxunası kitab mənasında. Oxumalı kitab malı ilə. Bu formada olur. Daha rahat tapılacaq demişik. Qalan hallar haqqında danışmışıq. Sonra buradan bir neçə sözləri deyim mən sizə malı şəkilçisi ilə. Dilimizdə məsələn dondurmalı, dondurmalı, qovurmalı, bir də düyməli sözləri var ki, bunları bizə feili sifət kimi göstərməyə çalışırlar, amma feili sifət deyil, bunlar özləri sifətdir. Burada artıq baxın, don sözün kökü dondur leksik, dondurma leksik, lı leksik. Malı deyil, ma plus lı şəkilçisidir. Ma isim düzəldən şəkilçi, lı da adlardan sifət düzəldən şəkilçi kimi. Qovurmalı sözü eyni qayda ilə burada da mapiluslu şəkilçisidir. Düyməli sözündə də eyni qayda ilə mapiluslu şəkilçisidir. Yəni bunlar feili sifət yox, sifətdirlər. Sonra buradan gəlin mən sizə feili sifəti ilə feildən düzələn sifət haqqında bir neçə məlumat verim. Feili sifətlə feildən düzələn sifətlər, yəni biz sifət bəhsini keçdiyimiz zaman düzəltmə sifətləri keçəndə bir var idi adlardan düzələn sifətlər, bir də var idi feildən düzələn sifətlər. Bunlar haqqında yəni deyim ki, necə fərqləndiririk? Şəkilçiləri sadəcə oxşadırıq bir-birinə. Ona görə seçə bilmirlər. Məsələn, bir var ki, feili sifətin şəkilçiləri həm feili bağlamanın, həm məsdarin, həm də feili sifətin. Üçünün də şəkilçisi qrammatik şəkilçisidir. Bu barədə bir razılaşaq. Feili sifət həm əlamət, həm hərəkət bildirəcək. İnkar şəkilçisi ilə işlənə bilir, tərkib yaradır. Bax, feili sifətin xüsusiyyəti budur. Amma feildən düzələn sifətin, yəni sifətin xüsusiyyəti nədir? Şəkilçi leksik şəkilçidir, yalnız əlamət bildirəcək. İnkar şəkilçisi qəbul edə bilməz, tərkib yarada bilmir. Budur. İndi gəlin baxaq. Bir var deyirəm ki, bizə ən çox bu sözlə çaşdırmağa çalışırlar, bu tipli sözlə. Küsən qız ifadəsi, bir də küsəyən qız ifadəsi. Feili sifətdə axı sifət vəzifəsini icra etdiyi zaman isimlə işlənə bilər. Bax, ona görə çaşdırıla bilər. Bu formada baxaq. Küs ən qız. Ən şəkilçim var və olacaq feili sifət. Ancaq küs əyəndir. Burada ayən əyən şəkilçisi. Belə bir feili sifət şəkilçisi görmüşükmü? Xeyr, görməmişik. Ona görə olacaq sifət. Əgər şəkilçi ilə tapa bilmirsinizsə, yadınıza sala bilmirsinizsə şəkilçini, inkarlıqla yadda saxlamalısınız. Feili sifət inkar şəkilçisi, yəni ma, mə qəbul edəcək. Ancaq sifətdirsə, ma, mə inkarı qəbul etməyəcək. Məsələn, küsən qız ifadəsinə qoruyuruq. Küsməyən qız. Düzümü? Maməni artıra bildim. Bəs küsəyən sözlə necə artırım mən mani? Küsməyən qız. Bu formada olacaq. Bu olmayacaq ki o zaman. Küsməyən deyəndə artıq burada bitişdirici vəzifəsində işlənəcək. Amma burada artıq arxa-arxaya gəlməlidir. Başa düşdük? Burada inkarlığı götürə bilməyəcək bu söz. Ona görə də olacaq bu sifət, bu isə feili sifət. Məncə başa düşdük bu hissəni də. Sonrasında feili sifətin bir isimləşməsindən danışaq.
Fe'li sifətdə sifətin xüsusiyyətini daşıdığı kimi, daşıdığı üçün bəzi isimləşmə halı olur. Necə olur? Bunun sifətlə isimləşməsində heç bir fərq yoxdur. Yəni necə sifət isimləşəndə cəmlənirdi, hallanırdı, mənsubiyyətə görə dəyişirdisə, eyni ilə də fe'li sifətdə də eyni qayda iləndir. Əşya bildirmə xüsusiyyətini qazanacaq. Ondan sonra mübtəda tamamlıq vəzifəsində olmağı qazanacaq. Necə itirəcəyi şey nədir? Necə nə cür hansı sualını itirməyə başlayacaq. Çünki ismin xüsusiyyətini daşıyacaq axı. Yəni burada təyin olmaq xüsusiyyətini itirəcək. Yəni konkret sifətdə olan şeylər fe'li sifətdə də isimləşdiyi zaman aid olur. Ondan sonrasında keçək indi sizlə fe'li bağlamaya. Sadəcə bunda deyim, elə keçsin fe'li bağlamaya. Fe'li sifət isimləşsə də, isimləşməsə də cümlədə xəbər ola bilir. Yəni bunun xəbər olmasına isimləşməyinin bir aidiyyatı yoxdur. Keçək fe'li bağlamaya. Fe'li bağlama deməli ilk öncə nədir? Fe'li bağlama o da ikinci hissəsinin xüsusiyyətini daşıyacaq. Fe'il və zərfin xüsusiyyətini daşıyacaq. Sadəcə olaraq burada hərəkətin zamanını, yerini, yerinə də zamanını, tərzini, kəmiyyətini bildirəcək. Feilə aid xüsusiyyətləri nədir? Hərəkət bildirəcək. Təsdiq inkarda olacaq, qrammatik məna növü var və tərkib yarada bilir. Yəni zaman mənaçaları daha çox dediyimiz kimi feili sifətlərdə olurdu. Feili bağlamanın bəs zərfə aid xüsusiyyəti nə idi? Hərəkətin tərzini bildirir, kəmiyyətini bildirir, zamanını bildirir. Ondan sonra zərfin suallarına necə, nə vaxt suallarına cavab verəcək, nə tərzdə suallarına cavab verəcək, cümlənin zərfi olacaq. İndi şəkilçilərindən danışaq feili bağlamanın. Belə bağlama yazım biləsiz. Aha, şəkilçisi ıb 4 cür və araq 2 cür şəkilçisi. Niyə bu ikisini bir yazdım? Deyim bir sizə. Burada ıbla araq şəkilçisi bir-birinə sinonim olan sözlərdir, şəkilçilərdir. Ona görə də birinin digərini əvəz eləyə bilirəm. Mən bunu daha rahat tapa bilirəm bu formada. Məsələn, deyirəm ki, düşmən qorxub geri çəkildi. Amma burada bu yerinə araq sözünü də qoya bilərəm. Qorxaraq geri çəkildi. Ib şəkilçisini biz bilirik ki, omonim şəkilçidir. Yəni nəqli keçmiş zaman şəkilçisi də var bu formada. Fərqləndirmək üçün, yəni əgər tapa bilmiriksə, yerinə araq qoyuram. Ibın yerinə araq qoyuram. Uyğun gəlirsə, o zaman nədir? Feili bağlama. Çatdı bu. Aha. Qorxub geri çəkildi. Qorxaraq geri çəkildi. Səbəb məzmunu bildirir. Geri çəkilməklərin səbəbi nə idi? Qorxmaqları. Bu formada. Sonra keçək indi AA şəkilçisinə. Belə bir şəkilçisi var. Bu nədir? Daha çox mürəkkəb sözlərdə istifadə olunur. Daha çox deyil, mürəkkəb sözlərdə istifadə olunur. Mürəkkəb feili bağlama kimi. Bilirsiniz necədir? Eyni söz gəlir, amma şəkilçilər də eyni qəbul edir. Gülə-gülə danışır. Necə nə cür nə tərzdə gülə-gülə. Burada ənin də yerinə araq qoya bilərik. Baxın, gülərək. Araq ikizir qoyuram. Necə olacaq? Gülərək. Burada da artıq tapdım ki, bu feili bağlamadır. Sonra madan şəkilçisi haqqında danışaq. Madan şəkilçisi hərəkətin zamanını, tərzini, bəzən də şərtini bildirir. Məsələn, dərsinə hazırlamadan həyata düşmə. Hazırlamadan ifadəsi var. Şərt qoyuram artıq qarşısına. Artıq burada madan şəkilçisini gördüm, məzmunu da gördüm, bildim ki, feili bağlamadır. Sonra armaz şəkilçisi var. Armaz. Məsələn, gələr gəlməz. Daha çox zaman məzmunu bildirir. Eyni sözə artırılır. Gələr gəlməz. Gələr gəlməz danışmağa başladı. Nə vaxt, nə zaman? Gələr gəlməz. Artıq burada ərməz. Eyni sözə, yəni bu formada işlədilməlidir. Dıqca şəkilçisi var. Baxdıqca. Görürəm şəkilçiyi. Rahatlıqla götürürəm. Inca şəkilçisi. Inca 4 cür. Baxdıqca, dıqca 4 cürdür. Yəni, 2 cür yazmışam. Inca 4 cür. Bilincə, yazınca şəkilçilərim var burada.
Sonra bəzən hərəkətin miqdarını da bildirir. Burada artıq doyunca ifadəsindən də məsələn qoyulur. Yəni miqdar da bildirilə bilər. Doyunca yedim mənasında miqdar da bildirir. Miqdar. Aha. Sonra arkən şəkilçisi var. Arkən iki cür. Gedərkən. Sonra dıqda şəkilçisi var. Dıqda, məsələn yazdıqda. Sonra anda şəkilçisi var. Burada da məsələn dayananda. Sonra mış şəkilçisi də var burada. Mış şəkilçisində necə ifadə olunur? Gecədən xeyli keçmiş. O gəldi ifadəsindən, burada keçmiş ifadəsindən götürülür. Gecədən xeyli keçmiş. O gəldi. Nə vaxt, nə zaman? Gecədən xeyli keçmiş. Özündən qabaq gələn sözlər olacaq. Onları da özünə tabe eləyəcək və feili bağlama tərkibi yaratmış olacaq. Sonrasında keçək nəyə? Tərkiblər haqqında danışım. Bir neçə tərkib var. Onlar haqqında danışım. Ondan da bu hissəni yekunlaşdırırıq biz. Deməli, tərkib nədir dedi? Tərkib məstər, feili sifət, feili bağlama, cümlədə özündən əvvəl gələn sözləri özünə birləşdirərək tərkib əmələ gətirir və cümlənin bir üzvü olur. Feilin təsriflənməyən formalarından əvvəl heç bir söz işlənməyibsə, deməli tərkib yaratmayıb. Məsələn, yaşamaq gözəldir. Yəni özündən qabaq söz yoxdursa, orada tərkib yoxdur. Təkcə özü göstərir. Yaşamaq gözəldir. Məstərdir. Özündən qabaq heç nə yoxdur. Deməli tərkib yoxdur. Sadə məstərdir. Bir də deyirəm ki, yaxşı yaşamaq. Yaxşı yaşamaq gözəldir. Nədir gözəldir? Nə? Yaxşı yaşamaq. Burada artıq yaxşı sözünü də özünə birləşdirir də. Olur məstər tərkibi. Bəs yaxşı. Mən hardan biləcəm ki, o yaxşını özünə tabe edib yoxsa etməyib? Necə olmalıdır? Bilirsiniz, burada sözü, verilən qarşıdakı sözü xəbərlə əlaqəyə salmalısınız. Baxın görün, uyğun gəlirmi? Uyğun gəlirsə, xəbərlə əlaqəyə girirsə, həm məna cəhətdən, həm uzlaşma cəhətdən, ya qrammatik cəhətdən əlaqəyə girirsə, əlaqələnirsə, tərkibin içində deyil. Əlaqələnmirsə, tərkibin içindədir. Yaxşı gözəldir. Uyğun gəlmir ki, elə bir ifadə varmı yaxşı gözəldir? Uyğunluq yoxdur ki, deməli tərkibin içindədir. Bir də var deyirəm ki, mən qonaqlar gələndə gedəcəyəm. Burada anda, əndə var. Feili bağlamam var. İndi də özündən qabaqda da iki dənə söz var. Tərkib yaradıbmı, yaratmayıb? Bu bir baxmalıyam mən bura. Baxın, bir sözün hər birini feillə əlaqəyə salmalıyam. Xəbərlə əlaqəyə salmalıyam. Mən gedəcəyəm. Uyğun gəlir? Aha, gəlir. Deməli, mən tərkibin içində deyil. Qonaqlar gedəcəyəm. Uyğun gəlmir ki, gəlmir. Deməli, qonaqlar ifadəsi feili bağlamanın tərkibinin içindədir. Bunu da ümid edirəm ki, başa düşdük. Sonra bəzən məstər, feili bağlama, feili sifət frazeoloji birləşmənin tərkibində işlənirlər. Yəni frazeoloji birləşmənin bir tərəfi formasında, yəni bir sözü bu birləşmələr, bu sözlərdir. Onda bizə desələr ki, məsələn, ağlı başına gələndə ifadəsi var. Ağlı başına gələndə. Məsələn, bu ifadə ağlı başına gələndə ifadəsi anda, əndə feili bağlama şəkilçisi var. Lakin sözə baxırsınız. Ağlı başına gəlmək ifadəsi hər hansısa bir normal söz deyil, axı frazeoloji birləşmədə. Frazem olduğu üçün burada birləşmə götürməyəcəksiniz. Yəni tərkib götürməyəcəksiniz. Nədir? Məsələn, ağlı başına gələndə gec idi.
Burada artıq deməli fe'li bağlama tərkibi yox. Qısaca nə işlənib? Frazeoloji birləşmə. Nə vaxt, nə zaman ağlı başına gələndə sual versələr ki, bəs zərfliyin ifadə vasitəsi nədir? Frazeoloji birləşmə. Fe'li bağlama tərkibi yox ha. Frazeoloji birləşmə. Bunu da dedik. Ondan sonra tərkib əmələ gətirmir, yəni frazeoloji birləşmə olanda. Bir də ol, et, bil haqda danışım sizə. Ol, et, bil ifadələri demişik ki, mürəkkəb feilin tərkibindədir. Baxın, bizim qarşımıza gətirib də insan olmaq ifadəsini yazacaqlar. Kömək etmək, insan olmaq fərqi yoxdur da. İnsan olmaq ifadəsini gətirib qoyacaqlar. Deyəcəklər ki, məsdər tərkibidir. Uşaqlar, biz danışmışdıq bu barədə ki, izahlarımızın hər birində olmaq ifadəsi burada haradasa var olmaq, yaşamaq mənasında olsa əgər tək olacaq və o zaman məstər kimi götürəcəm. Mən burada insan olmağı hansı var olmaqla əlaqələndirirəm. Elə bir ifadə yoxdur ki, yox. Deməli, insan sözü elə bir yerdə işlənir və bu olacaq mürəkkəb feil. Yəni burada mürəkkəb feillərin qaydasını yada salsaq tapa biləcəyik. Mürəkkəb feil. Yəni burada bu məstər tərkibi deyil. Ancaq qarşısına gətirib də qoysaq ki, yaxşı insan olmaq artıq yaxşı insan olmaq mənasında mürəkkəb feil, yəni məstər olacaq. Bax, məstər sadəcə mürəkkəb feil idi də burada. Məstərim var, özündən qabaq gələn yaxşı sözünü də özünə tabe etdi və oldu məstər tərkibi. Başa düşdük bu hissəndə. Sonrasında baxaq. Bir də olmaq ifadəsinin bir də növündə deyim. Kənddə olmaq ifadəsindən bizim çaşdırırlar. Kənddə olmaq. Baxın, uşaqlar, kənddə olmaq sözünün mənası burada olmaq nə mənadadır? Kənddə yaşamaq mənasında, düzdür? Kənddə oluram, yəni kənddə yaşayıram mənasında. Yaşamaq mənasındadır deyə olmaq ifadəsi burada sadə feildir. Sadə, yəni mürəkkəb deyil, özündən qabaqçını özünə tabe etməyib və sadə olduğu üçün özündən qabaq gələn sözü özünə tabe edib və məstər tərkibi yaradıb. Sadəcə olaraq mürəkkəb feilin qaydasını yadda salmaq lazımdır. Bu qədər bəsit. Sonrasında nə deyək? Bir neçə ifadələr var, onlar haqqında da danışım. Dönə-dönə, qoşa-qoşa, tikə-tikə, dama-dama sözləri fe'li bağlama və digər nitq hissələr kimi də işlənir. Hansı sözlər dedik? Dönə-dönə, qoşa-qoşa, sonrasında tikə-tikə. Gördüyünüz kimi AA şəkilçiləridir də. Bayaq yazdığımız AA, əə şəkilçiləridir. Onlardan istifadə olunub deyə. Sadəcə fərqləndirməyin indi yolunu tapmalıyıq. Fe'li bağlamadır, yoxsa digər nitq hissəsidir. Bir də dama-dama. Aha, indi necə tapmalıyıq? Bayaq AN-i AA şəkilçisini danışdığımız zaman bir qaydadan istifadə etdik. Araq şəkilçisindən istifadə etmişdim, yadınıza gəlirsə. Burada da eyni qayda ilə. Məsələn, dönə-dönə ifadəsinin fe'li bağlama yoxsa zərf olduğunu tapmaq üçün necə etməliyik? Yerinə ara qərəş qoymalıyıq. Bir var deyirəm ki, dönə-dönə, dönə-dönə maşın, məsələn, gəlirdi. Maşın dönə-dönə gəlirdi. Bir də deyirəm ki, dönə-dönə demişəm. Artıq yerinə qoyun. Bax, ara qərəç şəkilçisini qoyacağıq. Nəyi? Araq ərək şəkilçisini. Bu iki cür şəkilçisini qoyacağıq. Dönərək gəlirdi. Baxın, yerinə qoyuram. Maşın dönərək gəlirdi. Uyğun gəlirmi? Bəli, maşın dönərək gələ bilər də, yolları dönərək gələ bilər. Bir də deyirəm ki, dönə-dönə demişəm. Bir insan yerinə ərəc qoyun, dönərək demişəm. Dönərək deyəndə nədir? Yerində fırlanaraq mənasındadır. Görürsünüz, çox mənası çox uyğunsuz gəlir. Dönə-dönənin yerinə dəfələrlə sözünü qoyuram.
Dəfələrlə demişəm mənasında. Bu, yəni bu formada olacaq zərf, amma dönərək gəlirdi ifadəsində bu formada olacaq feili bağlama. Hər birinə aiddir bu. Məsələn, qoşa-qoşa ifadəsində Məsələn, qoşa-qoşa ifadəsində arabanı ata qoşa-qoşa fikirləşirdi. Yəni qoşaraq fikirləşirdi. Məsələn, nəyisə bağlayaraq qoşa-qoşa fikirləşirsən, bir də qoşaraq fikirləşirsən. Bir də deyirəm ki, sinifdə qoşa-qoşa oturmuşdular. Cüt formasında oturmuşdular. Burada zərf formasında olacaq. Sonrasında tikə-tikə ifadəsi. Bir var deyirəm ki, paltarı tikə-tikə mahnı oxuyurdu. Yəni necə? Tikərək. Ara qərəş qoyuram yerinə. Uyğun gəldi, oldu feili bağlama. Bir də deyirəm ki, sinif nədir? Aldığı əti tikə-tikə doğradı. Necə? Yəni xırda-xırda olacaq zərf mənasında. Dama-dama ifadəsi. Bir var deyirəm, dama-dama göl olar. Yəni damaraq göl olar. Su dama-dama göl olar. Yəni damaraq göl olar. Bir də deyirəm ki, dama-dama köynək aldım. Dama-dama. Yəni dama mənasında, sifət formasında işlənəcək. Sonrasında bir söz var ki, onu deyim. Bəzən eyni nümunəni həm feili sifət, məncə burada bir problem qalmadı. Keçək qeyd 2-yə. Bəzən eyni nümunəni həm feili sifət, həm də feili bağlama kimi düşünmək olar. Bir var ki, dərsi danışanda ifadəsi, dərsi danışanda həyəcan duydum. Deməli, burada nədir? Bu ifadədə təsriflənməyən feili, danışanda ifadəsini, dərsi danışanda həyəcan duydum. Həm anda şəkilçisi kimi fikirləşə bilirəm. Baxın, həm anda şəkilçisi kimi fikirləşə bilərəm. Yəni, feili bağlama kimi. Həm də dərsi danışan adamda mənasında. Danış, bax bu formada. Danış, an feili sifət şəkilçisi. Plus, dadə yerli hal şəkilçisi. Yəni, isimləşmiş sifət yəni feili sifət formasında fikirləşə bilərəm. Həm anda kimi, həm an plus da kimi fikirləşə bilərəm. Bunu da nəzərə almaq lazımdır. Hər tərəfli fikirləşmək lazımdır buna. Sonra, elə məncə deyəcəklərim bu qədər. Nəsə sual olsa, yenə də baxarıq. Sağ olun.